Salam, bugün biz Ateşkəs Sığortada bir sığorta hadisəsi baş verəndə prosesin əslində necə işlədiyini aydınlaşdıracağıq. Gəlin, mövcud qaydalara əsaslanaraq bütün mərhələləri addım-addım izləyək və görək hər şey necə tənzimlənir. Yaxşı, gəlin yol xəritəmizə nəzər salaq. İlk olaraq, bəzi əsas anlayışlarla tanış olacaq. Sonra, hadisə baş verən anda nə etməli olduğumuzu öyrənəcəyik. Bundan sonra, sığorta tələbinin rəsmiləşdirilməsi, zərərin qiymətləndirilməsi və sonda, təbii ki, sığorta ödənişinin necə həyata keçirildiyini aydınlaşdıracaq. Elə isə gəlin başlayaq. Hər şeydən əvvəl bütün bu prosesi düzgün anlamaq üçün 3 vacib termini bilməliyik. Bunlar rəsmi sığorta qaydalarında təsbit olunub və tez-tez qarşınıza çıxacaq. Deməli, sığorta hadisəsi nədir? Bu, sadəcə olaraq sizin sığorta müqavilənizdə göstərilən və baş verdiyi təqdirdə sizə sığorta ödənişi almaq hüququ verən konkret bir hadisədir. Yəni, ödəniş üçün əsas səbəb məhz budur. Hadisə baş verəndən sonra növbəti addım sığorta tələbi təqdim etməkdir. Bəs bu nə deməkdir? Bu, sizin sığortaçıya hadisə oldu, zəhmət olmasa ödənişi edin deməyinizin rəsmi yoludur. Yəni, sizin rəsmi müraciətinizdir. Və üçüncü vacib anlayış azad olma məbləği. Əslində bu, sığorta hadisəsi zamanı dəyən zərərin sizin öz üzərinizə götürdüyünüz, yəni sığorta şirkətinin ödəmədiyi, sizin ödədiyiniz hissəsidir. Bu məbləğ müqavilədə əvvəlcədən müəyyən edilir. Terminləri aydınlaşdırdıq, indi isə gələk ən həyəcanlı və vacib məqama. Hadisə baş verən anda nə etməliyik? Dərhal atılmalı olan addımlar hansılardır? Gəlin baxaq. Qızıl qayda, təşvişə düşməyin. Ən birinci vəzifəniz sakitliyi qorumaq və dərhal lazımi yerlərə məlumat verməkdir. Baxın, qaydalara görə sizin dərhal yerinə yetirməli olduğunuz 4 addımlıq bir plan var. Birincisi, dərhal sığorta şirkətinə zəng edirsiniz. İkincisi, dövlət yol polisinə, yəni 102-yə məlumat verirsiniz. Üçüncüsü, əgər xəsarət alan varsa, təcil yardım göstərirsiniz. Və dördüncüsü, çox vacibdir. Polis gələnə qədər hadisə yerində heç bir dəyişiklik etmirsiniz. Nə etməli olduğunuz qədər, nəyi etməməli olduğunuz da çox vacibdir. Qətiyyən təqsir və məsuliyyət barədə heç kimlə danışıqlara getməyin. Sığortaçı ilə danışmadan avtomobili təxliyə etməyə tələsməyin və ən əsası, təmir xərcləri ilə bağlı heç kimə heç bir vəd verməyin. Deməli, hadisə yerində ilkin addımları atdıq. İndi isə keçirik işin rəsmi tərəfinə, yəni sığorta tələbinin sənədləşdirilməsinə. Burada çox vacib bir məqam var, vaxt. Unutmayın ki, hadisə barədə sığortaçıya rəsmi şəkildə məlumat vermək üçün cəmi 24 saat vaxtınız var. Bu müddəti qaçırmamaq çox önəmlidir. Bəs müraciət üçün hansı sənədlər lazımdır? Gəlin bu siyahını bir növ yoxlama vərəqi kimi nəzərdən keçirək. Sizə yazılı ərizə, sığorta müqaviləniz, avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, əgər varsa etibarnamə, DİP-dən arayış və zərər məbləğini təsdiq edən hər hansı bir sənəd lazım olacaq. Yaxşı, sənədləri təqdim etdiniz və sonra prosesin, belə demək olarsa pərdə arxası hissəsinə keçirik. Avtomobilinizə dəymiş zərər əslində necə qiymətləndirilir? Gəlin bu prosesə daha yaxından baxaq. Burada əsasən 2 yol var. Birinci halda, sığortaçı özü və ya təyin etdiyi bir nümayəndə gəlib zərərə baxış keçirir. Amma elə ola bilər ki, siz qiymətləndirməklə razılaşmayasınız. Bax, bu zaman ikinci yola müraciət olunur. Müstəqil bir ekspert dəvət edilir. Bilirsinizmi? Sizin hüquqlarınızı qoruyan çox vacib bir qayda var. Əgər sığortaçı müraciətinizdən sonra 5 iş gün ərzində gəlib zərərə baxış keçirməzsə, siz artıq onu gözləmədən özünüz müstəqil ekspert təyin edə bilərsiniz. Bu, prosesin ləngiməsinin qarşısını alan bir təminatdır. Bütün bu mərhələləri keçdikdən sonra nəhayət hamının gözlədiyi son mərhələyə, yəni sığorta ödənişinin həyata keçirilməsinə gəlib çatırıq. Yenə də vaxt məsələsi çox vacibdir. Qaydalara görə, sizdən tələb olunan son sənədi də təqdim etdikdən sonra sığortaçının ödənişi etməsi üçün 10 iş günü vaxtı var. Bəs ödəniş geciksə necə? Qaydalara əsasən belə halda sizi qoruyan bir mexanizm var. Əgər ödəniş vaxtında edilməzsə, gecikdirilən hər bir gün üçün sığortaçı ödəniş məbləğinin 0,1% həcmində cərimə ödəməlidir. Bu əslində şirkətlərin məsuliyyətini artıran bir tədbirdir. Beləliklə, bütün prosesi başdan sona nəzərdən keçirdik. İndi bir anlıq düşünün, bu qaydaları və prosedurları əvvəlcədən bilmək, onsuz da stresli olan bir sığorta hadisəsi anında sizin təcrübənizi necə dəyişə bilər? Bilikli olmaq sizə daha çox inam verməzmi?